Bir dəfəyə 300 ədəd qoğal hazırladım. Ürəyim nə vaxt qoğal istəsə Novruz bayramını gözləmirəm. Mənə görə dünyanın ən ləzzətli qoğal resepti elə budur. Ləzzətli qoğal istəyirsinizsə, ləzzətli yağdan istifadə etməlisiniz. Və ən əsas diqqət olmalı nüans aparadır. 100 ml ilıq su, 1 yemək qaşığı şəkər tozu, 1 yemək qaşığı quru maya, 1 yemək qaşığı unu aktivləşməsi üçün kənara alırıq. 1 kilo un, 1 yemək qaşığı duz, 2 ədəd yumurta, 50 ml duru yağ, 50 ml çərə yağı, 1 yemək qaşığı üzüm sirkəsi. Aparanı əlavə edib süd və ilıq suyu qarışdıraraq xəmir yoğurun. Nəzərdə çatdırım ki, mən 2 kilo undan xəmir yoğurmuşam, amma sizə 1 kilo unun resepti ilə deyirəm. Bayaq dediyim kimi, əgər ləzzətli qoğal istəyirsinizsə, ləzzətli çərə yağından istifadə etməlisiniz. Miyat çərə yağı ilə o qədər ləzzətli qoğallar alındı ki, yeyən elə bəhbəh dedi. Ərzəndə də rəngi kəhraba kimi sapsarı olur. Xəmiri 1 saat yarım mayalandırın. İçli üçün 200 qram miyat çərə yağı, 2 ədəd yumurtanı da krem halına gətirin. Unla umac edin. Zirə, raziyana, sarı kök, duz istiotdan qarışdırın. Mən içliyi qovurmuram, amma qovura bilərsiniz. Mən bir qoğalın kündəsini 7 ədəddən etdim. İlk olaraq dəzgahı duru yağla yağlayın. Mütləq duru yağla yağlamalısınız, çünki çərə yağı donur. Qoğallarınızı buranda cırıla bilər. Mən səpmə qoğal etdim, birinci qatı çərə yağı ilə yağladım, ikinci qatı əlavə elədim, içliyi vurmadan. İkinci qatdan sonra hər qata içlikləri əlavə elədim. İstədiyiniz boyda edə bilərsiniz. Mən bu səfər qoğalları mini boyda etdim. Üzərinə duru yağla yumurta sarısını əlavə elədim, daha sonra çörək otu. Qoğalları bitirəcəyiniz soba listində də mayalandırmağı unutmayın. Və budur, dünyanın ən ləzzətli qoğalları qarşınızdadır. İndi siz deyin, qoğal istəyəndə Novruz bayramını gözləyirsiniz, yoxsa elə anında hazırlayırsınız?